Salam dostlar, hər birinizi xoş gördük. Biz sizinlə bugün danışacağıq həcm mövzusundan. Biz məntiq mövzusundan sahə və perimetr anlayışlarını öyrənmişdik və bunu riyaziyyata da tətbiq edə bilirdik. Amma həcmlə bağlı hələ ki mənim kanalımda video paylaşılmamışdı. Bugün isə bizim dərsimiz olacaq həcm mövzusu. Həcm haqqında kubun həcmi, kuboidin, yəni düzbucaqlının həcmi, ümumiyyətlə həcm nəyə deyilir? Bu barədə öyrənəcəyik. Biz birinci baxaq sizinlə görək həcm nəyə deyilir. Birincisi həcm anlayışı ümumiyyətlə fəza fiqurlarına aid edilir. Bilirdik ki, perimetr və sahə müstəvi fiqurları üzərində idi. Amma həcm fəza fiqurları. Fəza fiqurları hansılar var idi, hansılar tanıyırdıq? Düzbucaqlı idi, kub idi, prizma idi, piramida idi və s. Həcm deyəndə biz üç ölçülü fiqurlar nəzərdə tutulur. Yəni onun eni, uzunluğu və hündürlüyü olur. Nəyi olur? Eni, uzunluğu və əlavə olaraq hündürlüyü olur. Baxın, burada isə bir fiqur çəkmişəm. Bu fiqurda mən nələri bilirəm? Hündürlük nəyə deyilir? Ona baxırıq. Müstəvi fiqurunda en və uzunluq ikisi bir yerdə biz bilirdik. Məsələn, bu formada bu bizim olurdu düzbucaqlımız, müstəvi fiqur. Eni və uzunluğu var idi. Amma fəza fiqurlarında, yəni havada dayana biləcək, nəyinsə üzərinə qoyanda müəyyən bir hündürlük ola biləcək fiqurlara biz fəza fiqurları deyirik. Ona görə də fəza fiqurlarında əlavə olaraq bizim hündürlüklərimiz olur. Hündürlük nəyə deyilir? Fiquru masanın hər hansı bir düz səthin üzərinə qoyanda onu yuxarı qaldıran hissəsinə, yəni hara? Bax bu hissələrə. Aydındırmı? En uzunluq nədir bildik? Baxın, bunu sahədən də bilirdik. Bunun oturacaq hissəsi, kənar hissələri, bunlar hamısı bir düzbucaqlı şəklindədir. Onun eni və uzunluğu olur. Həcm də yəni buradan irəli gəlir ki, biz sahə deyəndə bunun tutaq ki, içinin nə qədər olduğunu tapırdıqsa, perimetr deyəndə hasar, yəni həmin bu ərazinin qıraqlarına çəkilmiş hissələri, hasarı nəzərdə tuturuqsa, amma həcmdə biz bunun biraz fərqli formasını, kub formalı olan qabımızı şüşə bir qab kimi təsəvvür eləyiriksə və bunun içini su ilə doldururuqsa, bunun içinə nə qədər su tökürüksə, bu dolursa, bunun içindəki suyun miqdarı bizim həcmimiz adlanır. Yəni həcm hər hansı olsun, bu nə idi adı? Kub idi, olsun bir dənə kuboid formalı. Yəni bunun içinin dolu formasıdır. Necə ki sahə olanda bunun kənarlarının içinin dolunu hesablayırdıqsa, həcmdə də bu cür olacaq. İçi su ilə dolu qab təsəvvür edə bilərsiniz, yaxud nəsə başqa bir cism. İndi keçirik, biz sizinlə danışacağıq kuboidin həcmini və kubun həcmini necə hesablaya bilərik. Həcmin təxmini nə olduğunu bildik. İndi biz sizinlə birinci baxaq düzbucaqlının həcminə. Görək düzbucaqlının həcmini necə hesablayırıq. Bayaq öyrəndik ki, üç ölçülü fiqurlar idi. Eni var idi, uzunluğu var idi, hündürlüyü var idi. Kvadrata biraz fərqlidir, onu biraz sonra izah edəcəm. Hələ ki baxırıq düzbucaqlıya. Düzbucaqlının eni var, uzunluğu var, hündürlüyü var. Düzdür? Düzdür. Biz düzbucaqlının həcmini tapmaq istəyərkən ancaq vurma əməlindən istifadə edəcəyik. Əməliyyatından istifadə edəcəyik. Nə edəcəyik? Enini, uzunluğunu və hündürlüyünü. Həcmi tapmaq istəyəndə enini, uzunluğunu və hündürlüyünü bir-birinə vuracağıq. Yəni hasilini tapacağıq. Üç ölçüsü var idi. Eni, uzunluq, hündürlük. Düzbucaqlıda, baxın, kvadratda daha fərqli olacaq. Düzbucaqlıda en də, uzunluq da, hündürlük də fərqli ölçülərdə olur. Tutaq ki, biri 2, biri 3, biri 5. Yəni, ola bilər uzunluğu ilə hündürlüyü, eni ilə hündürlüyü bir-birinə bərabər olsun, amma uzunluq və hündürlük bərabər olmaz. Çünki bərabər olsa bu düzbucaqlı yox, artıq kvadrata çevriləcək. Biz nəyi öyrəndik? Düzbucaqlının həcmini necə hesablayırdıq? Eninin uzunluğunu, hündürlüyünü bir-birinə hasil. Gəlin bir məsələ nümunəsinə baxaq. Düzbucaqlının eni 5 cm, uzunluğu 7 cm, hündürlüyü isə 8 cm olarsa, onun həcmini tapın. Biz necə öyrəndik? Həcm V ilə işarə olunurdu. Həcmə nə dedik? Eni, uzunluq, hündürlüyü. Bizə üçü də hazır verilibdir. Biz sadəcə bunların bir-birinə hasilini taparaq həcmini hesablayacağıq. Deməli 5 vurulsun 7 vurulsun 8. Bu da bizə verəcək 280 santimetr kvadratını. Bu harda santimetr kubunu. Bu kub
kub hissəsi hardan gəlir? Niyə belə deyirik? Baxın, 3 ölçümüz var. 1 dənə santimetr, 2 dənə santimetr, 3 dənə santimetr. Biz burada ədədləri bir-birinə vurduq. Əla, yazdıq. Amma santimetrlərdə bir-birinə 3 dənə olduğu üçün vurulanda, yəni 3 dənə santimetr. Ona görə burada kub, yəni üstündə 3 yazırıq. Deməli, bizim bu düzbucaqlımızın həcmi nə qədər oldu? 280 kub santimetr. Bu cür oxunur. İkinci məsələmizə baxaq. Həcmi 30 kub santimetr olan düzbucaqlının eni 2 santimetr, uzunluğu 3 santimetrdirsə, onun hündürlüyünü tapın. Əla. İndi bu biraz fərqlidir. Nə var burada? Bizə həcm verilib. Hazır var. 30'dur. Nəyimiz var? Enimiz var. 2. Uzunluğumuz var 3. Bizdən nəyi istəyir? Hündürlüyü tap deyir. Bunu da bayaqki düsturumuzdan istifadə edib asanlıqla tapa bilirik. Necə? Həcmdə nə idi? En vurulsun uzunluq, vurulsun hündürlük. Bizdə baxın enimiz və uzunluğumuz var. Hündürlük yoxdur. Düsturda yerinə qoysaq en vurulsun uzunluq, vurulsun hündürlük yoxdur. Elə yazaq bir dənə dəyişən olan ifadə alırıq. Həcmimiz də nə qədərdir? 30'dur. Buradan biz h-ı, yəni h-nı tapa bilərik. Əlbəttə tapa bilərik. Tənvin formasına gəlirdi. 2 vur 3. 6 vurulsun. H bərabərdir 30. Buradan da h-ı biz tapacağıq. 30 bölünsün 6 bərabərdir 5. Deməli, bizim hündürlüyümüz nə qədər idi? 5 santimetr. Dostlar, indi isə biz sizinlə keçək kubun həcmindən danışaq. Kubun həcmi düzbucaqlının həcminə nisbətən daha asandır. Yəni, burada siz daha, necə deyim, o qədər çətinlik çəkməyəcəksiniz. Çünki biz bilirik ki, kubun bütün tərəfləri bərabərdir. Hardan gəlir bu kvadratın bütün tərəflərinin bərabər olmasına? Çünki kub da özü müxtəlif kvadratlardan təşkil olunub. Deməli, kubun bütün tərəfləri bərabər olduğuna görə biz bunun həcmini, yəni bunun bir tərəfi A olduğu üçün onun həcmi, kubun bir tərəfi A olduğu üçün onun həcmi, yəni onun eni də, uzunluğu da, hündürlüyü də eynidir də, yəni bir-birinə bərabərdir. Ona görə onun həcmi olacaq V bərabərdir. A vurulsun A, vurulsun A. Yəni, biz kubun bir tərəfini bilməklə, yəni bir tilinin uzunluğunu bilməklə onun ümumi həcmini tapa bilirik. Baxın, burada da qeyd eləmişəm. Eni də, uzunluğu da, hündürlüyü də bir-birinə bərabərdir. Bir də məsələ nümunəsinə baxaq. Baxın, kubda bu cür məsələlər daha asan düşür. Həcmi 27 kub santimetr olan kubun tərəfini tapın. Deməli, bizə nəyi verilir uşaqlar? Həcmi var. Nə qədərdir? 27-dir. Kubun tərəfi nədir? A götürək. Bilmirik, sualdır. Düsturumuz necə idi? A vurulsun A, vurulsun A. Yəni, 3 dənə tərəfi bir-birinə vururuq. Bu da bizə verir, deyir ki, 27-ni. İndi mən burada fikirləşməliyəm. Hansı 3 dənə eyni ədədi bir-birinə vursam, 27 alaram. Bunu da biraz düşünsək, bu qənaətə gəlirik. 3 vur 3 vur 3. Nədən irəli gəlir? 3 vur 3. 9. 3 vur 9, 27. Deməli, bizim kubumuzun tərəfi 3 santimetrə bərabər oldu. Keçək ikinci tip məsələyə. Yenə deyirəm, kubun həcminə aid suallar daha sadə olur. İkinci məsələyə baxaq. Tərəfi 5 santimetr olan kubun həcmini tapın. Bu daha rahatdır. Birinci məsələyə nisbətən. Deməli, tərəfimiz hazır var da 5 santimetrdir, düzdür? Əla. Nə lazımdır mənə? Həcmi tapma. A vur A, vur A. Yəni 5 vur 5, vur 5. Bu da mənə nəyi verəcək? 5 vur 5, 25. 25'i də 5'ə vuranda bu da mənə verəcək 125 santimetrin kubu. Deməli, biz nəyi öyrəndik bugün? Həcm anlayışını öyrəndik. Düzbucaqlının, yəni bunun 3 dənə adı var da, düzbucaqlı paralelipiped, kuboid və düzbucaqlı prizma. Bunun həcmini necə tapılmasını öyrəndik və kubun həcmini necə tapılmasını öyrəndik. Kubun həcmi digər nisbətən daha sadədir. Əslində düzbucaqlını qəşəng mənimsəyə bilsəz, kubunki sizə, yəni su içim kimi rahat gələcək. Ümid edirəm ki, izahım sizin üçün faydalı olub. Əgər faydalıdırsa, videolarımı bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı və digər videoların mövzularını, hansı mövzuda istədiyinizi rəy bölməsində yazmağınızı tövsiyə edirəm. Hər birinizə uğurlar, sağ olun, salamat qalın.